Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə Temudan gələn yeni məhsullar haqqında məlumat verəcəm. İlk öncə belə bir kaşık almışdım. Bu da kart qoymaqdan ötürüdür. Yəni kartlar 3 dənə, 4 dənə, 5 dənə olanda bir yerə yığmaq rahat olsun deyə belə bir kaşık almışdım. Çox rahat, əlverişli bir kaşıqdır. Kimlər istəyirsə sifariş verə bilər. Yəni məsləhət görürəm. Hətta içinə pul da qoymaq olur. Qəpik də qoymaq olur, amma pul və kart üçün daha əlverişli bir məhsuldur. Daha sonra belə bir məhsul sifariş vermişdim. Telefonu harasa bir yerə qoyanda rahat üzərinə keçirdib istifadə etməkdən ötürüydü. Biraz çox gödəkdir. Onu sifariş verəndə razmerinə diqqət yetirməmişdim. Elə göz qararı sifariş vermişdim. Gələndə gördüm ki, çox balacadır. Həddən artıq balacadır. İnşallah gələn səfər sifariş verəndə həm ona diqqət yetirəcəm, həm də ki, uzunluğun daha yaxşı seçib sifariş verəcəm. Belə yəni kim istəsə sifariş verə bilər. Yəni 50-50 məsləhət görə biləcəyim bir məhsuldur. Daha sonra belə bir minimal çətir sifariş vermişdim. Bu çətirdə yəni çantalara qoyub rahat istifadə edə bilməkdən ötürüdür. Yəni ümumi çətirin razmeri telefondan 1 olur. Mən də minimal çantalar çox istifadə etdiyimə görə belə bir çətir sifariş verdim ki, rahat çantaya qoyub istifadə edə bilim. Belə yaxşıdır. Prosta videoda çox açmadım ki, açanda oralar dağılacaqdı. Ona görə belə uzatdım. Yəni çox yaxşı çətirdir. Kimlər istəsə sifariş verə bilər. Mənim kimi yəni minimal axtaranlara məsləhət görürəm. Daha sonra oğluma belə bir oyuncaq almışdım. Deyərdim ki, çox funksional bir oyuncaqdır. Yəni necə? Rənglidir, üstündə rəqəmlər var, hərflər var. Bir də arxalarında fiqurlar var. 3 bucaqdır, 4 bucaqdır, gül formasıdır, ürək formasıdır. Yəni həm rəng cəhətdən, həm rəqəm öyrətmək cəhətdən, həm formalarını öyrətmək cəhətdən məncə əlverişli bir oyuncaqdır. Ona görə də bunu sifariş verdim ki, gələcəkdə övladıma həm rəngi, hərfi öyrətməkdən ötürü əlverişli bir məhsul olar. Yəni kimlər istəsə sifariş verə bilər, məsləhətli bir oyuncaqdır. Daha sonra oğluma belə bir məhsul sifariş vermişdim. Mənim bu məhsuldan çox xoşum gəlir. Evladınızla birlikdə siz də oynaya bilirsiniz. Yəni bu nədir? Bunun içərisinə suyu doldurursunuz. İçərisində keçə deyirlər, nəsə elə bir materialdan balıqlardır, fiqurlardır yəni. Onlar içərisində oynayır. Övladımız onlara baxır, həm su ilə təmasda olur, həm ağzı üstə saxlayıb əyləncəli vaxt keçirirsiniz. Göstərdim ki, arxasındakı deşiklərdən birini şişirdirsiniz, qırağı şişir. Ortasındakı deşikdən də suyu doldurursunuz. Mən içərisinə ilıq su doldururam ki, övladım soyuq su ilə təmasda olmasın. Yəni çox qaynar da yox, çox soyuq da yox. İlıq suyu doldurursunuz, yəni çox da qəşəng olur. Boşaldanda da təkrarən tərsini çevirirsiniz, həminki deşikdən suyu boşaldırsınız. Bir də ki, qətiyyən çoxlu doldurmayın. Azca doldurursunuz. O onun içərisində oynayır, bəs eləyir yəni. Məsləhətli məhsuldur. Kimlər istəsə sifariş verə bilər. Daha sonra oğluma belə bir rol almışam. Bunu da ki, divara da yapışdırmaq olur, stola da yapışdırmaq olur, kravata da yapışdırmaq olur. Yəni hara istəyirsiniz yapışdırıb onu maşın sürürmüş kimi istifadə eləmək olur. Yəni əvvəllər oyuncaqların arxasında yapışqan olmurdu, əlində tuturdu, ortalıqda sürürdü. İndi yəni daha belə kulturlu formasıdır. Bir yerə yapışdırırsınız, sabit formada qalır. İndi onu gələcək göstərəcək ki, elə istifadə edəcək, yoxsa yox. Daha sonra belə bir məhsul sifariş vermişəm. Paçkanın içərisində 8 dənədir. Düzdür, 4-dür, 8-dir, 10-dur, nə belə çoxlu var idi. Mən 8 dənəsini aldım. Bu da ki, kitab kimidir. Hərəsi fərqli-fərqli bir şeylərdir. Heyvanlardır, maşınlardır, meyvələrdir, rənglərdir, nənə babalardır. Yəni belə şeyləri övladınıza öyrətməkdən ötürü məncə əlverişli bir məhsuldur. Kimlər istəsə sifariş verə bilər. Daha sonra belə bir orqanayzer sifariş vermişəm. Bunu da içərisinə corab qoymaqdan ötürüdür və yaxud uşağın paltarlarına istifadə etməkdən ötürüdür. Mən 8 bölməlisini sifariş vermişəm. Altdan zamokla bağlayırsınız. Yəni rahat bir şəkildə sırayla düzürsünüz. Bundan evdə fərqlər də var. İçərisinə bodysini qoyuram, corablarını qoyuram, şalvarlarını qoyuram. Yəni istifadə etmək üçün çox əlverişli məhsuldur. Kim istəsə sifariş verə bilər. Daha sonra belə bir ağzı kilitləməli paket sifariş vermişəm. Mənim sifariş verdiyim 20 dənəlidir. 10 dənəlisi də var, 30 dənəlisi də var. Mən 20-sini sifariş verdim. Bunu da ondan ötürü almışam ki, məsəl üçün seplər qarışır bir-birinə, ayırmaq olmur. Onda da əsəb keçiridir adam. Ona görə mən də belə bir paket sifariş verdim ki, hamısını ayrı-ayrı qoyum.
Qarışıqlıq olmasın. Rahat hansını axtarıramsa paketin içərisindən götürüb istifadə edeyim. Mənə görə məsləhətli məhsuldur. Kimlər də istəsə sifariş verə bilər. Daha sonra oğluma belə bir maşın sifariş vermişəm. Bu maşın o biri maşınlar kimi deyil. Yəni düz getdi, ilişdi qaldı. O maşınlardan deyil. Bu gedir, fırlanıb qayıdıb gəlir. O maşınlardandır. Yəni iki tərəfli təkərdir. Bu da ki, mənə görə əlverişli bir məhsuldur. Nəyə görə? Çünki övladınız oturanda və yaxud da iməhləyəndə rahat bunu arxasıca yəni düşə biləcək bir oyuncaqdır. O bir maşınlar kimi məsələn divanın altına getdi, stolun altına getdi, belə bir problem olmayacaq. Gedib qayıdıb gələcək. Yəni məsləhət görürəm, kimlər istəsə sifariş verə bilər. Daha sonra belə bir məhsul sifariş vermişəm. Bu mənə görə çox yaxşı bir məhsuldur. Qara paltarların üzərində o yun məhsulların tükləri olur üzərində və yaxud da ki, evdə heyvan saxlayanların üstündə tük olur. Onları təmizləməkdən ötürüdür. Məncə çox yaxşı məhsuldur. Kimlər sizə sifariş verə bilər. Daha sonra anama belə bir ugi sifariş vermişəm. Bunu indi həm evdə də istifadə edə bilər, çöldə də istifadə edə bilər. Yəni özü bilər, zövqünə görə harda istəsə istifadə etsin. Çox yaxşı, rahatdır, yəni məsləhətli bir məhsuldur. Kimlər istəsə sifariş verə bilər. Bugünlük də bu qədər. Sağ olun.